5 imtahandan sonra demək, hər il belə ajitaj olur. Ay birlər deyir çətindir, birlər deyir asandır. Əslində çoxunun danışanların çoxunun bu işlə əlaqəsi yoxdur. Elə kənardan bildi-bilmədi rəylər verir. Onlara da hörmətlə yanaşırıq, amma belə də reallığı mən istəyirəm burada anladam. Birinci növbədə bizim o imtahan mərkəzində belə seçilmiş müəllimlər, bir xeyli müəllim var orada. Bütün fənlərdən və orada bir belə də hörmətlə yanaşdığımız seçilmiş müəllimlərdir. Məsələn, mən orayla heç əlaqəm yoxdur. Oradan tanıdığım bir tarix müəllimi var, Azər müəllim. Mən məsələn istənilən Azərbaycan müəlliminə onu nümunə kimi göstərə bilərəm. Hətta özümə. O qədər dəyərli, bütün dəyərlərimizə sadiq, savadı ilə və əxlaqı ilə belə də nümunəvi bir müəllimdir. İndi burada bir rəy yazır ki, mənim uşaqlarımın bütün qada-balası geçsin onların üstünə. Belə bir, yəni zərərli rəydir. Olmaz belə şeylər. O müəllimin, mən Azər müəllimin timsalında təsəvvür edirəm ki, oradakı müəllimləri və müəllimlərimiz çalışır ki, uşaqlarımız üçün yaxşı olsun. İmtahan mərkəzinə, yəni belə deyək də, bəzi insanlar var ki, yəni şikayət eləməyi sevir də. Nə eləsən narazıdır. Məsələn, mən belə də ağlıma gələn bir misal deyim. Mənim dədə-baba torpağımı 30 il erməni tapdağı altında qaldı. Dədə-baba torpağım. Hansı ki, anam kürəyində uşaq qundaq, belə də indi gənclər bilməz. Keçmişdə uşaq belə də asılırdı kürək. Külün günən dağı parçalayıb atamla bir yerdə ev tikiblər, bir yurt salıblar. O yurt erməni tapdağının altındaydı. Azad oldu, yenə narazı olanlar var. Azad eləyənlərə sağ ol deməyə əvəzinə yenə də narazı olanlar var. Aydındır. Mən bu insanları anlamıram. İndi burada adamlar var, bundan heç anlamıyor. Bu müəllim orada 10 dəqiqə getdi. Bəzən biri yazıb ki, müəllim özünü elə var ki, geldi. Sonra bir başqası yazıb ki, əvvəlcədən həll edib, rahat indi eləyir, uşaq onu necə eləsin. Elə deyil. Birinci, mən buradan sözümü abituriyentlərimizə deyirəm, dəyərli abituriyentlər. Demək, bu imtahana gedəndə, bu imtahandan çıxan abituriyentin ağlaması, nə bilim, sızlaması nə ilə əlaqəlidir? Düzgün strategiya seçmirik imtahana gedəndə. Burada gedəndə hamımız deyirik ki, hər bir uşaq, zəif oxuyan uşaq, tutaq ki, riyaziyyatı biri çox pis bilir, eləmi? Girib imtahana, o əvvəlcə seçir, ən yaxşı bildiyi fənni açır, qətiyyən riyaziyyatın üzünü açır, ona baxmır da heç. Baxıb, işini körləyə bilər. Açır onu, orada olan sadə sualları başlayır yerinə yetirməyə, sonra keçir digər fənnə. Ola bilər ki, riyaziyyatı yaxşı bilir, riyaziyyatdan başlayır, amma ədəbiyyatı pis bilir, açmır ədəbiyyatı. Və beləcə davam eləyir və müəyyən zamandan sonra bu sadə suallardan özünə lazım olan qədər belə də müəyyən bir qədər suala cavab verəndən sonra biraz rahatlaşır və zamanında gəldi açır riyaziyyata baxır. Yaxud o birisinə də, yəni çətin olana baxır. Orada da yenə sadədən mürəkkəb. Əvvəlcə sadə sualları həll edir, qeyd edir. Yerdə qalan zamanda da qalır onun üçün mürəkkəb olan sualları həll eləməyə. İndi gəldi yaxşı oxuyanlara. Yaxşı oxuyanlara buradan tapşırmışdır ki, inşallah ədəbiyyatda bilirik ki, mətn çətin olur, girməyin ora. Məsələn, məndə 2 nəfər uşaq 90-dan yuxarı demək olar ki, sınaqda davamlı bal toplayırdı, amma giriblər orada ilişib qalıblar, sonra çıxıblar, hətta biri orada yaş məsələsini ümumiyyətlə görməyib. O qədər özünü itirib ki, görməyib. Ona görə də bu strategiya vacibdir. İmtahana başlayan kimi əvvəlcədən gedirsiniz və imtahanın son anına qədər gözləyirsiniz. Yəni, gözləyirsə oturub gözləmirsiniz. Eləyəməmsən, yarım saat tez çıxıb. Niyə? Bax da ora. Vaxt baxımından qalanda, bu məsələlərin də vaxtına, bunlar məsələlər, sonda bunu eləyəcəm. Və bu şikayətləri mən belə də bəyənməm. Bəziləri deyir ki, məsələn, test topluları pisdir. Əslində test topluları bizə yazılmayıb ki, Elbrus müəllim hazırlıqda hazırlıq keçsin ondan. Uşaqları öyrətin. O öyrədici deyil. O test toplusu ona görə çıxarılıb ki, uşaqlar məktəbi qutarır artıq. Ona bir vəsait lazım ki, imtahana düşən suallı tiplərini orada görə bilsin. Və onun üçün hazırlayıblar. İndi bizdə hamı başlayır ondan hazırlıq keçməyə. Məsələn, biz belə də bir vəsait hazırlayıb öyrətmək üçün bunu. Özüm üçün hazırlamışıq. Sonra da belə də kitab halına gətirib paylaşmıyor. Məsələn, tutaq ki, bu öyrədicidir.
Mesela kursların kitapları var. Onlar öğreticidir. Ama TGDK'nın o kitabı öğretmek için değil. Ama kitap da maraqlı kitabdır. Mən bəyənirəm şəxsən. Öyrədicilik baxımından yox, belə də kitab kimi yaxşı kitabdır. İndi gələk məsələyə. Məsələmiz ay müəllim belə oldu, ay müəllim belə oldu. Bax burada verilənlər burada yazılıb. Demək yazır ki, bura A yazsaq, bu O bir bərabər 25 O, bura olur 25 A. Və burada bir düzbucaqlı üçbucaqdır. Buradan hər bir uşaq axşamadan mən parabolanı qoyuram qırağa. Yəni riyaziyyat belədir. Bax, gördüyünü yaz. Məsələn, bilməlidir ki, A bıraq 25A bərabərdir 5'in kvadratına. H kvadrat bərabər M-dən. Yazıq 25 A kvadrat bərabərdir 25. Buradan da A kvadrat bərabərdir 1'ə. A da bərabərdir. Üstə gələk çıxaq 1. Aydındır. Bu da məsafə olduğunda bu məsafə 1'dirsə, onda buraya yazırıq -1. Burada 1'ə vuranda bu da 25. Aha. İndi bizə bu düzbucaqdan bu nöqtələrin afislərini tapanda bu parabolanın da demək kvadratik funksiya deyən bu sıfırları sayılır. Yəni köyləri 25 ilə -1'dir. Bu da onun apsisini soruşur. Təpə nöqtəsinin apsisini. O da köyləri cəminin yarısıdır. Yəni -1 üstərək 25 bölək 2'dir. 12. Bu tarih getdi. Bu uzağı 2 dəqiqə, uzağı 3 dəqiqə aparır. Belə sualda 4-5 dənə hər fəndən 4-5 dənə budur. Məsələn burada gəlirik buna. Burada bir tənböləndi. Tənbölənin bir xassəsi var. İl ərzində 1000 dəfə şagird ondan istifadə edir. Demək A bölək 2,4 yazılır. Bərabərdir baxan kimi. 8,5 bölək nə? B. Aydındır. Buradan da hələ nə soruşur mənə lazımdır. Mən bildiyimi yazıram. AB bərabər alıram. 2,4 vuraq 8,5. Sonra baxıb görür ki, bu iştiqləmiş sahəni soruşur. Bunun da sahəsi üçbucaqdır. Oturacağı ilə hündürlüyü buna yəni yan tərəf oturacağın uzun uzantısına çəkilmiş hündürlüyü onun hündürlüyü sayılır. Demək S bərabərdir 2'də 1 A, B. Bunların hasilidir 2'də 1'i. Biz de bunu artıq tapmışıq. O da bərabərdir 1,2 bıraq 8,5 edir. Aydındır. 2,4'ü 2 ilə iqtisad gedir. O da 850, 170, 1020 bərabərdir. 1020 2 vahiddə çəkəndə 10,2. Bu tarih getdi. Buna ta ki 1 dəqiqə buna lazımdır, 2 dəqiqə də buna lazımdır. Bir dənə orada yol məsələsidir, ona bir 2-3 dəqiqə vaxt lazımdır. Amma bu bilənlər üçün də bilməyənin burada nə işi var? Məsələn 50% toplayan uşağın burada nə işi var? Yaxud 300 bal toplayan uşağın nə işi var? O 300 ballıq, 500 ballığa qədər uşaqlar üçün də orada 17-18 dənə belə də rahat suallar var. Uşaqlar onu eləsinlər.